Herkes salam Kripto Azərbaycan izləyiciləri yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, kripto valyuta dünyasında çox nadirən rastlaşacağımız bir valyutanı sizlərə bugün təqdim edirəm. Bəli, çox nadirən deyirəm, çünki buna çox böyük şirkətlər yatırım edib. İndi isə yatırım edib etməməyiniz əlbəttə ki, özünüzün verəcəyiniz bir qərardır. Ancaq bunu daima deyirəm ki, dostlarım, bir kripto valyutanı dərk edin. Dərk etdikdən sonra yatırımınızı ürək rahatlıqla edin. İndi isə sizlərə bu bazarda göstərəcəyimiz bu valyuta, yəni düşünün ki, 10 ildə bir bu tərz valyuta bizim qabağımıza çıxa bilər və ya biz bu valyutanı kəşf edə bilərik. Bizlər təbii ki, Kripto Azərbaycan olaraq yeni valyutaları və ya bazarda diblərdə olan valyutaları ən çox hansıları daha yaxşı şirkətlərlə və ya milyardlıq proyektlərlə işbirlikləri görürlərsə, onları ən çox axtarıb tapmağa meyilliyi. Eynən də bugün Emil olsun, mən, Anar və yaxud Pərvin və ya adlarını saymadığım İlkin kimi dostlarımız daima və daima bu axtarışları edirlər. İndi isə sizə göstərəcəyim valyutanın bir sözlə, baxın bir sözlə deyirəm, bunun siqnalını qlobalda 20 min, 30 min dollara adam başına satırlar. Başa düşdünüz nə demək istədiyimi? Yəni qısaca edəcəyiniz yatırım bu valyutaya ölü bir yatırım deyil. Niyə ölü bir yatırım deyil? Gəlin onun haqqında ətraflı danışalım. İlk öncə dostlarım, Microsoft'a daxil oluruq. Yəni Microsoft'un dəyəri milyardlarla dollardır və burada Space and Time adında bir kripto valyutadan danışır. Ki bu linki də baxın, Microsoft'un bu linkini də videonun açıqlama qismində qoyacağım. Yenə də girib özünüz baxa bilərsiniz. Nəysə, proyekt haqqında gördüyünüz kimi uzun uzadı. Baxın, danışırlar blokçeynləri haqqında falan filan. Yəni bir sözlə proyekt mükəmməl proyektdirmi? Əlbəttə ki, mükəmməl proyektdir. Baxın, buradan da bunun üzərinə vururuq və gördüyünüz kimi belə bir səhifəyə daxil oluruq. Düzdürmü? Burada artıq biz bir yeni kripto valyutanı, Microsoft'un yatırım etdiyi bir kripto valyutanı necə deyim, axtarırıq və tapırıq, bu sayədə bunu kəşf edirik. Ki, düşünün, hal-hazırda dib qiymətdən Bitget, Binance və ya digər böyük birjaların və ya digər böyük yatırımçıların bu kripto valyutada yatırımı var. Yəni ki, buna edəcəyimiz yatırım gələcəkdə bizə qat-qat qazanclar verəcək. Başa düşdünüz dostlarım? Yəni ölü bir proyektə yatırım etmirsiniz. Gördüyünüz kimi proyektimiz budur. Space and Time. Başa düşdünüz? Proyekt budur. İndi isə CoinMarketCap üzərində buna baxırıq. Gördüyünüz kimi bazara girəndən 70%'lıq bir düşüş yaşayıb. Ümumilikdə hal-hazırdakı market cap'ini deyirəm, 64 milyondur. Günlük volümü digər günlərə nisbətən 50%'lıq bir düşüş var. Yəni günlük volümü hal-hazırda 12 milyonun üzərində alsatları olur. Və bütün ən önəmli birjaların hamısında listələnib. Məsəl üçün Binance-da, məsəl üçün Coinbase-də, Bybit-də, Bitget-də, Gate.io-da gördüyünüz kimi bütün birjalarda var. Yəni ki, dostlarım, qısaca baxın, bu valyutanın ümumi sayı 5 milyard olsa da, yəni digər valyutalara baxanda nisbətən əlbəttə ki, çoxdur. Ancaq bizi maraqlandıran qism nədir? Market cap. Hal-hazırda olduğu market cap. Yəni bura Microsoft kimi şirkətlər bunu açıqlayıbsa, artıq bu proyekti öz necə deyim, himayələrinə götürüblərsə, konkret olaraq sizlərə deyirəm ki, bu gələcəkdə çox amma çox güclü qazanc sizlərə verə bilər. Yəni ki, sözümün canı nədir? Bu tərz valyutalara dostlarım, əlinizə düşdükcə
20 dollar, 30 dollar, 50 dollar, 100 dollar, 1000 dollar fərq etmir. Alırsız, atırsız qırağa, alırsız, atırsız qırağa. Baxın, belə düşünün. Sizlərdən bunu düşünməyinizi istəyirəm. Yəni düşün ki, sən Bakının mərkəzində birbaşa gedib bina evi satın alsan, məsələn, 1 milyon pulun çıxar, düzdürmü? Amma o binanı binövrədən satın alanda, yəni binövrədən satın alanda onun 50% və ya 40%-ni ödəyərək sən o evi iş bitənə qədər artıq satın almış olursan. Başa düşdün? Yəni düşünün, bu tərz valyutalarda biz binövrədə satın alırıq. Bax, CoinMarket-Cap-i açıram. Hamımızın hər gün mənə verdiyi o boş-boş suallardan biri olan XRP. Qardaş, dərk eləyin ki, XRP-də özün tutub XRP-ni alan oğlanlar 0.004 sentdən alıblar. Başa düşürsünüz, 2014-cü ildə alıblar. Bu qatarlar sizdən keçib. Siz artıq bu tərz valyutaları satın alaraq başqalarını zəngin edirsiniz. Başa düşdünüz? Sən deyək ki, məsəl üçün, burada sən alanda, bunu burada cəmaat satıb çıxır. Sən burada alan deyilsən, bu qatar səndən artıq keçib, bunu dərk elə. Sənə bilirsən nə lazımdır? Bu bazarda yeni qatarlar, bunları axtarıb və tapıb yatırım etmək. Eynən bax, burada 2014-cü ildə buna yatırım edən oğlanlar da risk edib. Hər şey riskin başında gəlir. Yəni biz risk etməsək, onsuz da heç nəyin, necə deyim, fərqində ola bilmərik. Bilmərik ki, bizə ya bu qazanc verəcəkdi, ya verməyəcəkdi. Yəni bunu bilməyəcəyik. Başa düşdünüz? Yəni ki, hər valyutanın sağlam proyektlərdən gedir söhbət. Əvvəllərini açıb baxsaq, görəcəyik ki, baxın, bu tərz 70%-lıq, 50%-lıq, nə bilim 90%-lıq düşüşləri var. Və ondan sonra əlbəttə ki, uçuşları başlayır artıq. Əgər sən düzgün proyektə yatırım etmisənsə, axır əvvəl yəni möhtəşəm qazancları verir. Başa düşdünüz dostlarım? Yəni istəyir, necə deyim, mənim fikrimlə razılaş və ya razılaşma. Yəni bu kripto bazarının qanun qaydası budur. Bax, sizə Microsoft-u göstərdim, düzdürmü? Birbaşa gördünüz ki, o linki də birbaşa bu videonun açıqlama qisminə qoyacağam. Hal-hazırda baxın, Twitter'da bunların səhifələrini açdığımızda biz görün nə görəcəksiniz burada. Belə bir səhifə yoxdur deyir. Ancaq dünənə qədər belə bir səhifə var idi. İndi bəzi yatırımçıları qorxuzmaq üçünmü, yoxsa Twitter'da olan bir xəta üçünmü, düşünün ki, bunların səhifəsi bağlanıb. Amma bunların Twitter səhifələrinə girsəz, görəcəksiniz ki, Microsoft-dan tutmuş ən güclü yatırımçılar belə Space and Time-ı izləyirlər. Yəni ki, bir sözlə, boşuna yatırım deyil bu. Başa düşdünüz? Çox düzgün bir yerə yatırım etməkdir. Bax, bu konkret olaraq yatırım məsləhətidir də bu. Əgər gözləmə səbəbiniz varsa, bu proyekti konkret olaraq dəyərləndirin dostlarım. Bu tərz proyektlər, baxın, sizə yenə də deyirəm, 10 ildə bir bizim əlimizə düşür. İnşallah ki, videonu bəyənərək siz də Kripto Azərbaycan kanalına dəstək ola bilərsiniz. Biz yenə də inkişaf etməyə və bazarda dibdə olan kripto valyutaları axtarmağa və tapmağa daima, necə deyim dostlarım, hərəkətdə olacağıq da bir sözlə, daima izləmədə olacağıq. Sağ olun, hələlik.